Təəssüf ki, bugün müasir dünyada hər keçici məhəbbətin, həvəsin adını eşq qoyublar. Bu söz də məzlum olub, bu ifadə də məzlum olub. Hər yoldan keçən üzr istəyirəm sizdən eşqdən dəm vurur. Eşqin həqiqi mənasını açıqlayan yoxdur, azdır. Halbuki eşq ən ali insani dəyərlərdən biridir. Hər bağlılığın, hər həvəsin adını eşq qoymaq olmaz. Eşqin tərifini Peyğəmbərin dilindən deyək, məhəbbət, şiddətli məhəbbət Peyğəmbərin nəzərincə nədir? Peyğəmbərimiz buyurur, İnnə əsləl hub ət-təbərru an siva'il məhbub. Buyurur, həqiqi məhəbbət, eşq, məhbubdan, yəni seviləndən, qeyrilərindən qopmaqdır. Biri birinə bağlanır, ondan qeyri hər şeydən qırılır, hər şeydən qopur. Peyğəmbər tərif edir, buyurur, bu eşqdir. Hər şeydən qopmaq, hətta özündən də qopmaq eşqdir. Burada təbii dünən də mən bu sözü dedim, bugün də icazə verim təkrar eləyim. Burada sual yaranır ki, axı olmur, insan ailəsini də sevməlidir, övladını da sevməlidir, dostlarını da sevməlidir. Bu deyir, onların hamısından qop bir yerə yönəlt məhəbbəti. Axı necə olsun, onda biz heç kəsi sevməyək? Dünən mən dedim, məsələnin bu yönünə istəyirəm bugün diqqət eləyəsiz. Eşq bir dənə bıçaqdır ki, nəfsi qurban kəsir. Nəfs və mənəmsilik aradan gedir. Mənəmsilik adında içəridə bir şey qalmır. Elə ki, mənəmsilik aradan getdi, təzdən Allaha aşiq olan bütün varlıqları, başqa insanları təzə keyfiyyətlə sevməyə başlayır. Təzdən hər şeyi sevməyə başlayır. Amma bu dəfə də özü üçün sevmir başqalarını, onların özü üçün sevir. Əslində dünyada olan ixtilaflar, kin, kudurət, nifrət nəyin ucbatındandır? Egoizmdən doğur. Bütün davaların, ixtilafların kökü insanın egoizmidir, insanın mənəmsiliyidir. Eşq o işi görür ki, heç bir şey o işi görə bilmir. Eşq bu egoizmi, bu mənəmsiliyi insanın ürəyindən çıxardır. İnsan o ürəkdən çıxan kimi əksinə başlayır mehriban olmağa hamıya qarşı. Hər kəsə və hər şeyə qarşı mehriban olur. Hər kəsə və hər şeyə qarşı. Hətta dörd ayaqlı, üzr istəyirəm, heyvanlara da qarşı. Bütün varlıq aləmini sevməyə başlayır. Əvvəl hamısından qop, Allaha bağlan, həqiqi məşuqa bağlan, ondan sonra onun şüasında təzdən başlayırsan hər şeyi sevməyə. Amma bu məhəbbət daha şiddətli olur. Çünki artıq bu məhəbbətdə mənafe yoxdur, şəxsi məqsəd yoxdur. Bu pak məhəbbətdir. Hüseynin ailəsini görürsən İmam Hüseyin əleyhissalamın. Necə bir-birinə bağlıdırlar? Niyə görə bunlar bir-birinin aşiqidir hamısı? Bacı qardaş üçün ölür, qardaş bacı üçün, qardaş qardaş üçün, həyat yoldaşı, xanım həyat yoldaşı üçün, uşaqlar ataları üçün. Niyə bu qədər şiddətli məhəbbət var bunların arasında? Çünki hamısını birləşdirən ortaq bir məhəbbət var, ortaq bir eşq var. Müştərək məhəbbət var, Allaha olan məhəbbət. O məhəbbət ki, bunları birləşdirir, o eşqin şüasında bir-birini də sevməyə başlayırlar. Amma bu pak məhəbbətdir. Burada mənafe yoxdur. Onu sevirəm, içərdədir bu. Çünki mənim üçün xoşdur. Mən yoxdur bu məhəbbətdə. Bu, Allaha olan eşqin şüasıdır, insanlar arasında da paylaşır. Bugün bu məclisdə oturan İmam Hüseyin əzadarları doğrudan İmam Hüseyinə həqiqi eşqlə bağlansalar, bir-birinə də şiddətli bağlanacaqlar. Bu qaçılmazdır.
bir-birinə məhəbbətləri güclənəcək. Doğrudan sadiqdilərsə, doğrudan İmam Hüseyn sevirlərsə, o zaman onun yanında olan, onunla bir eşqi bölüşən, qəlbində Hüseyn məhəbbəti gəzdirən qardaşını da şiddətlə sevməlidir. Bu qaydadır. Sevmirsə, problem varsa, get o problemi İmam Hüseynə olan məhəbbətdə axtar. Orada nöqsan var ki, o nöqsan gəlir, münasibətlərə də təsir qoyur. Nifrətin qaynağı nədir? İxtilafın qaynağı nədir? Ancaq və ancaq mənəmçilik və egoizmdir. İnsanın özünü sevməsidir. O aradan gedir. Necə gedir? Onun bir yolu var ki, dəyərli məşuq tapasan, onun eşqi ilə bu mənəmçiliyi öldürəsən, onda ham olacaq mehriban bir-birinə. Onda həqiqi məhəbbət yaranacaq. Çatdıra bilirəm sözümü? Onda da ailələrdə dava olmayacaq. Dostlar arasında ixtilaf olmayacaq. Ona görə övliyalar öz balalarını, öz ailələrini bizdən daha çox sevirlər. Niyə? Çünki zərrə qədər ürəklərində mənəmçilik yoxdur. Onda başa düşürsən İmam Hüseyn əleyhissalamın oğlu Əli Əkbərə məhəbbətini. Onların məhəbbəti başqa bir eşqdir. Biz niyə bəzən başa düşmürük? Çünki biz elə bilirik adı ata ilə adı oğuldur. Bu pak insandır. Mənəmçilikdən pak olmuş adam hamını sevir, o ki qala fəzilət sahibi olan övladını. Bu başqa məhəbbətdir. Və xahiş edirəm diqqətinizdə bu sözümü saxlayın. Bu sizə lazım olan sözdür. Dinin arzuladığı cəmiyyət, dinin təqdim elədiyi cəmiyyət belə bir cəmiyyətdir. Hansı cəmiyyəti gözləyirik və hansı cəmiyyət bizim üçün ideal cəmiyyətdir? Bizim dünyaya sözümüz nədir? Bunu bir-iki cümlə bu minbərdə izah eləmək istəsək, o cəmiyyət bu cəmiyyətdir ki, diqqət eləyin. O cəmiyyətin hər bir fərdi haqqı sevir, yəni Allahı. Haqqa bağlanıb, haqqı sevdiyinə görə onun xəlifəsi, yəni məsum imam, onun güzgüsüdür, onun hüccətidir. Onu sevdiyinə görə bu da onun nümayəndəsidir deyə onu sevir. Onun başında cəm olur hamısı, ortaq məhəbbətə görə də hamı başlayır bir-birini sevməyə. Bu son dərəcədə mehriban bir cəmiyyətdir. Bunları birləşdirən bir məsuma olan eşqdir. Bu məsuma olan eşq içərdə olan mənəmçiliyi qırır deyə hamı bir-birinə mehriban olur, möhkəm bağlanır. Bu dinin təqdim elədiyi cəmiyyət modelidir. Burada ziyalılar var, gənclər var, oxusunlar. Bugün dünyada da bu barədə artıq danışmağa başlayıblar. Ki bu lazımdır. Amma necə bilmirlər? Bunu ancaq bizim məktəb deyir, bu gün iftixar eləyə bilərik. Bunu ancaq bizim məktəb təqdim eləyə bilir dünyaya. İmam zaman bu qədər deyirik, məqsədimiz budur. Və bunun kiçik modelini İmam Hüseyn əleyhissalam Kərbəlada göstərir. Xüsusən bu gecə nümunələr deyəcəm sizə inşallah, qismət olsa, elə bu gecə deyəcəm. Göstərir ki, imam tanıyan, İslamın bəyəndiyi, istədiyi cəmiyyət nədir? Bir eşq ətrafında birləşmiş cəmiyyət, o eşqin şüasında bir-birini şiddətlə sevən cəmiyyət. Ruhamau beynəhum, bir-birinə qarşı canını verən, bir-biri üçün canından keçməyə hazır olan cəmiyyət. Bu bizim nümunəmiz. Hərə bir nümunə deyir də, məktəblərə baxın, dünyada, Avropada, Qərbdə, Şərqdə olan məktəblərə baxın, hərə bir şey təqdim eləyir. Biri deyir, bazis, alt qurum iqtisadiyyatdır. Hər şey iqtisadiyyatdan asılıdır. Mədə müəyyən eləyir hər şeyi. Biri ədaləti qabardır, biri azadlığı qabardır, biri qüdrəti qabardır. Hərə bir söz deyir. Bizim məktəb bir söz deyir, ədalət də, azadlıq da, iqtisadiyyat da, siyasət də, mədəniyyət də, qüdrət də, hər şey eşqin kölgəsində. Hər şey eşqin kölgəsində. Görək, axırda kim deyən olacaq? Gözləyək görək. Və bunu onun üçün demir ki, biz deyən olsun, cəmaata acıq verək ki, gördünüz biz deyən oldu, yox. Biz deyən olsun ki, insanlar nəhayət ki, xoşbəxt yaşasınlar. Biz deyən olsun ki, insanlar nəhayət ki, insaniyyətin nə olduğunu anlasınlar, başa düşsünlər. Hamı xoşbəxt olsun. Bu nağıldır, bu konsepsiyadır, bunu din bizə təqdim eləyir.
Bu konsepsiyadan başqa da belə bir cəmiyyəti yaratmaq heç bir məktəbin əlində bir şey qalmayıb. Bir dənə bizim məktəbdir, bizim məzhəbdir. Bunu təqdim eləyə bilir. Haqqa məhəbbət, haqqın qeybdə olan imamı zuhur eləyir, haqqın güzgüsüdür. Onu sevmək içdə olan xəbisliklərdən təmizləyir, mənəmçilikdən təmizləyir. Ondan təmizlənmə səbəbindən ixtilaflar aradan gedir. Çünki ixtilafın anası mənəmçilikdir, onun da bir dərmanı var. Övliya eşqi ilə o mənəmçiliyin başını kəsəsən, ondan azad olasan, ondan sonra gör necə hamı bir-birinə can deyib can eşidir. Bu haçan olacaq bilmirəm. İmam Hüseyn göstərdi ki, mümkündür. Kərbəlada göstərdi. İmam Hüseyn bircə dəfə fürsət oldu ki, bizim məktəbin yetirdiyi insanlar necə olur, onu göstərdi dünyaya Kərbəlada. Ki, imamət tanıyan, imam sevən, imama aşiq olan cəmiyyət necə olur, onun kiçiyini göstərdi. Dedi, bax, bunu dünyaya bərqərar eləyəcək. Dünya miqyasında belə bir şey hakim olacaq. Nə zaman da onu heç kəs bilmir. Onu bilmək mümkünsüzdür. Bu əzadarlıq ona can atmaqdır. Ona görə bizə təkid edirlər. Mən bəlkə də bu mövzuda bu qədər açıq danışmamışdım. Bu əzadarlığın əsas məqsədi budur, bunu yaratmaqdır insanlarda. Bir adamın məsum imamın eşqinə cəm olmuş cəmiyyətdir burada. Bu eşq şükür Allaha bir həddədir ki, öz dərdlərimizi unutturub bizə. Öz qayğılarımızı unutturub. İşlərimizi qırağa qoymuşuq, qoya bilmişik şükür Allaha. Gəlmişik, burada oturmuşuq. Bir şamdır, Hüseyn şamıdır, hamımız onun ətrafında gəlib isinirik bu gecə. Ona görə çox qiymətlidir bu məclis. Çünki eşqin ifadəsidir. Harada eşqdən əsər əlamət varsa, eşqdən bir külək əsirsə, onda çox qiymətli sözlər deyir imamlarımız o barədə. Nəfəsul məhmum li zulmina təsbih. Bu məclis o qədər şərəflidir. Çünki eşq yığıb hamını bura. Çünki ona görə də deyir, burada nəfəs alıb vermək ibadətdir. Nəfəs alıb vermək. Oturduğunuz müddətdə durub məclis qutarana qədər nəfəslər özə təsbih savabı yazır, ibadətdir. Bunu bizim məktəb bacarır. Başqaları bugün, inandırım sizi, hazırdırlar milyonlar xərcləsinlər ki, belə bir eşq salnaməsi yaratsınlar, amma o milyonla başa gələn işdir, onu bacarmırlar. Pulla düzələn şeydir. Onu Allah bizim xalqımıza inayət eləyib Hüseynin eşqini. Azərbaycan xalqını mən çox sevirəm, çünki doğma xalqımdır. Həm də ona görə sevirəm ki, Azərbaycan xalqı ona görə gözəl xalqdır ki, Hüseynin məhəbbəti onun ürəyindədir. Bir cəhəti də budur. Ona görə bu xalqı pisləmək olmaz. Bu xalq müqəddəs xalqdır, dəyərli millətdir. Çünki bu xalqın ürəyində Hüseyn məhəbbəti var, özdə tarixin sınaqlarından çıxardıb bu məhəbbəti. Mən deməyim, məclisdə olan ağsaqqallar daha yaxşı deyərlər. Onlar danışsın, siz qulaq asın. Ki biz hər şeyimizi əldən verəndə İmam Hüseyni qoymamışıq əlimizdən alsınlar. Sovetin ən çətin dönəmlərində. Bu Allahın nə inayətidir bizim xalqa, ondan mən bilirəm bu necə şərəfli xalqdır, bu necə dəyərli xalqdır. Buna görə təkcə dəyər, xalqımızın çox fəzilətləri var, biri də budur, buna görə dəyər ki, bu xalqı sevəsən, bu milləti sevəsən, hamısını sevəsən, hətta bugün günah eləyənini də sevəsən. Bilmir günah eləyirsə, bax inşallah eləməz. Amma İmam Hüseyn aşurası gəlir, evində analarımız hədiy pişirir. Mətbəximiz, hər bir şeyimiz, bütün bir xalq olaraq kimliyimizə təsir qoyub. Aşura günü cəmaat işin gücünü atır. Bilmir, deyir, qətil sınana qədər, evi yox, belə başa düşür. 12-yə qədər deyir, olmaz. Ora qədər başa düşür. İşini atır, qazancından keçir. Bu böyük bir dəyərdir. Allah bizə bu dəyərin verib, şükür olsun Allaha ki, bizi seçib millətlər içindən. Harada Azəri var, Azərbaycanlı var, mütləq orada Aşura var, Məhərrəm var.